Salamlayırıq sizi, hörmətli Məmməd Əmin Rəsulzadə. Salam olsun sizlərə gənclər. Məni eşidirsinizmi? Bəli, çox aydın eşidilir. Cənab Rəsulzadə, ilk öncə verilişimizə qatıldığınıza görə sizi təşəkkür edirik və çox vaxtınızı almadan suallara keçmək istəyirəm. Cümhuriyyət qurularkən biz nəyə görə İrəvanı güzəştə getmək məcbur olduq? Mən İrəvanın Ermənistana verilməsi qərarının çox ağır, lakin məcburi bir addım olduğunu qeyd etmək istəyirəm. Bilirsiniz, bəzən bütün bədəni xilas etmək üçün bir qoldan vaz keçmək gərəkli olur. Bu qərarı verməyə bizi bir neçə əsas amil vadar edirdi. Beynəlxalq məziyyət və xarici təzyiq, dövlətimizin təzəcə qurulması və zəifliyi, daxili sabitlik və resursların qorunması, beynəlxalq tanınmanı əldə etmək arzusu, sülhə və dövlətçiliyimizin qorunmasına inam. Bu amilləri nəzərə alaraq qərarın ağırlığına baxmayaraq, xalqımızın və dövlətimiz üçün o vaxt ən doğru addım olduğunu başa düşərək qəbul etdik. Əminəm ki, tarix bu çətin kompromisimizi anlayacaq. Çox adam sual verir ki, niyə Azərbaycan dövləti bu qədər az yaşadı? Bu barədə nə düşünürsünüz? Öz-özündə qlobal proseslər gedirdi. Bir tərəfdən imperiyalar dağılır və yeni dövlətlər qurulurdu. Belə bir dövrdə biz ilk müstəqil Azərbaycan dövləti yarada bildik. Digər tərəfdən isə Azərbaycan kimi zəngin torpaqları itirmək istəməyən yeni qüvvələr ortaya çıxırdı. Sonradan da gördük ki, Azərbaycan və Bakı nefti bütün Sovet ordusunu yanacaqla təmin edən əsas amilə çevrildi. Nəticədə Azərbaycan dövləti bu qlobal amillərdən və qüvvələrdən xilas ola bilmədi. Amma indi görürəm ki, siz bizim arzuladığımıza tam şəkildə nail olmusunuz. Müstəqillik çox qiymətli bir şeydir. Dünyanın bütün xalqları buna nail ola bilmir. Suallarımızı ətraflı cavablandırdığınız üçün sizə çox təşəkkür edirik. Çox sağ olun, cənab Rəsulzadə. Sağ olun.